Onların günahı fəqət Fələstin xalqına dəstək olmaq və Hz. İmam Hüseyin əleyhissalamın Ərbəin günündə xalqa ehsan paylamaq olmuşdur. Məgər bu günahdırmı? Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvəl mu'in vəlhamdülillahi rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin. Salam əziz dostlar, bildiyimiz kimi bugün Azərbaycanda zülm davam edir və hazırki iqtidarda olan rejim bizim gözəl inanclıq xanımlarımızdan 6 nəfəri həbs edibdir və bu həbs artıq 4 aydır davam edir. 120 gündən artıqdır ki, bu xanımlar zindanda əziyyət çəkirlər və onların bəziləri də artıq 35 gün, yəni bir aydan artıqdır ki, azlıq aksiyası keçirdib özlərinə bu yolda, İslam yolunda, Əhl-i-Beyt yolunda fədakarcasına əziyyət verirlər. Hazırda bütün möminlərin və biz inanclı insanların, Əhl-i-Beyt davamçılarının vəzifəsi budur ki, bu xanımları unutmayaq və onları yaddan çıxartmayaq. Xanım Zəhra Salamullah Əleyhanın bu ad günü və mövludu ərəfəsində xanımları xüsusən yad etmək həqiqətən də xanım Zəhranın bu gözəl və imanlı və dəyanətli, qeyrətli davamçıları haqqında danışmaq vacibdir və labüddür. Hazırda biz bütün dünyaya səslənirik. Azərbaycanda gedən bu proseslərə nifrət edirik və haqqın və ədalətin bərpa olmasını bütün lazım olan aidiyyatı qurumlardan tələb edirik. Şəhla xanıma azadlıq, Aytan xanıma azadlıq, Nigar xanıma azadlıq, Şərqiyyə xanıma azadlıq, Xoşqədəm xanıma azadlıq və Arzu xanıma azadlıq tələb edirik. Allah bu xanım Zəhra davamçılarını qorusun, hifz etsin, öz pənahında saxlasın, yorulmasınlar, günahsız yerə zindana atılıblar. Onların günahı fəqət Fələstin xalqına dəstək olmaq və Hz. İmam Hüseyin əleyhissalamın Ərbəin günündə xalqa ehsan paylamaq olmuşdur. Məgər bu günahdırmı? Allah belə igid xanımlarımızı qorusun və bizlərə nümunə olan bu xanım Zəhra qeyrətində olan bacılarımızı hifz eləsin. Və bir daha xanım Zəhra Salamullah Əleyhanın şücaət və fəzilətlərindən danışarkən öz Azərbaycanımızda, doğma elimizdə xanım Zəhraya layiq və onun qeyrətli yolunu davam edən o Zəhra davamçılarını unutmayaq və onlara azadlıq tələb edək. Vəsselamu aleykum cəmiən və rəhmətullah və bərəkatuhu.